Ağdaş rayonunda 28 yaşlı qadının itkin düşməsi ilə bağlı axtarış elan olunub. Rayon sakini Söykülü Yusibova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Digər itkin düşmə faktı isə İsmayıllı rayonunda qeydə alınıb. Ruşan kənd sakini Əzizova Aygün Adil qızı dünən saat 13:30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun ailəli olduğu və 2 övladının olduğu bildirilir. Hər iki faktla bağlı aidiyyəti qurumlar tərəfindən axtarış tədbirləri həyata keçirilir. Vətəndaşlardan xahiş olunur ki, Söykülü Yusifova barədə məlumat olanlar Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə, eləcə də Ağdaş rayon polis şöbəsinin 050 451 69 52 mobil nömrəsinə müraciət etsinlər. Əzizova Aygün Adil qızı barədə məlumat olan şəxslər isə 055 249 15 75 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Dəyanət Kərimov, Zəhra Kələndərova, Kanal 21.